Davam edəcəyik dəyərli izləyicilərimiz son dəqiqə xəbərlərlə. Efir qabağı telefon xəttimizə belə bir müraciət daxil oldu. Həm də bu müraciət Naxçıvan Muxtar Respublikasından idi. Bir şəhidin anası deyir ki, oğlumun şəklini sinəsinə vurub Naxçıvanda pul yığan dələduzla bacara bilmirik. Söhbət şəhid Nicat Məmmədlidən gedir. Hansı ki, şəhidimizin şəklini öz maraqları üçün istifadə edən şəxs var. Əvvəlcə istəyirəm ki, ananın səsini dinləyək, ondan sonra həmin şəxsin şəklini də sizə təqdim eləyəcək. Amma öncə ananın müraciətinə qulaq asaq. Anam, bu üçüncü dəfədir Nicatın adını istifadə edən olub. O da 2 dəfə olub, tutulmayıb. Bu üçüncü dəfədir, olur. O çoxdandır, bir ayın söhbətidir. Axır ki, deyəsən nəsə eləmək istəyirlər. Mətbuatda paylaşılıb. İndi demişəm, hələ Nicatın adını mətbuatda elə paylaşılıb. Şəhid atası kimində Nicatın adını çəkdiyi hallanmayıb. Amma istəyərdim ki, o məlumatı atım sizə. Siz onu da özünüz paylaşarsınız saytınızda ki, hamı oxusun. Məmmədli Nicat Rizvanoğlu'nun adından istifadə olunub. Səidə xanım. Bundan sonra başqa bir səs də olmalıydı. Ona qulaq asa bilərikmi? Hə, bu elə bil ki, orada deyir ki, mən 2 oğlum şəhid olub. Biri Mincivan döyüşlərində şəhid olub. Mincivan döyüşü heç olmayıb. Biri Şuşada şəhid olub. Birinin 3 uşağı var. Biri avtoqazada ölüb. Halbuki mənim elə oğlum 21 yaşı, təzə iyulun 31-i tamam olub. Oktyabrda şəhid olub. 30 əsgər zabitin həyatını qurtarıb, qumbaranın üstünə özünü atıb. Sizə demişdim, yadınızdadır ya yox. Dedim o yanlışlıqlansın. Qumbaranın üstünə atılıb, şəhid olub. 21 yaşında. Evli deyildi, qız istəyirdi, evləndirməmişdi. Yəni pandemiya olduğuna görə Bakıdaydı qız. Bu qədər bəsdir. Deməli, söhbət kimdən gedir? İndi istəyirəm ki, həmin o şəxsin fotosunu da təqdim etsin bizim rejissorumuz. Orada da və haqqında məlumat var. Naxçıvanda özünü şəhid atası kimi təqdim edib dələduzluq əməlləri törədən şəxs saxlanılıb. Şərq qapısı paylaşır bununla bağlı məlumatı. Şərq qapısı xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə silsilə dələduzluq əməlləri törədən Naxçıvan şəhər sakini 64 yaşlı Rizvan Qafarov saxlanılıb. Onun müxtəlif yalan vədlər verərək zərər çəkənlərin pulunu ələ keçirdiyi müəyyən edilib. Qafarov insanların inam və etibarını qazanmaq üçün özünü hər kəsə şəhid atası kimi təqdim eləyir. Faktla bağlı araşdırma aparılır və Qafarovun əməllərindən əziyyət çəkmiş digər şəxslər varsa bu barədə polisə müraciət eləyə bilərlər. Hadisə təbii ki, Naxçıvanda baş verib. Naxçıvan polisinə müraciət eləyə bilərsiniz. O ki qaldı bu ağ saqqala. Saqqalı olmasa da, amma hər halda yaşı ona ağ saqqal demək əsasını verir bizə. Düzdür, ağsaqqallıq eləyə bilməsə də, amma bu bir etik yanaşmadır. Buradan deyək efir vasitəsilə. Deməli, şəhid anasının sonra mənə yönləndirdiyi səsdə belə bir fikir səsləndirir ki, Səidə xanım, yalan gerçək deyirlər ki, özünü bıçaqlayıbmı, özünü vurubmu, hal-hazırda xəstəxanadadır. Nəysə, belə bir informasiya verirlər haqqında, amma deyir, tam mən dəqiq bilmirəm ki, özünə xəsarət yetirib, yoxsa. Yəqin ki, indi görüb ki, sosial şəbəkələrdə o artıq məşhurlaşır, amma başqa cür məşhurlaşır. Buna görə də yəqin ki, necə deyərlər, bu artıq ona toxunub və ondan sonra da özünə xəsarət yetirib. Yenə də deyirəm, bu bir dəqiq informasiya deyil. Sadəcə şəhid anası deyir ki, belə eşitmişəm. Məsələ nədən ibarətdir? Deməli, bu gördüyünüz 64 yaşlı şəxs, hansı ki, adı Rizvandır. Səhv etmirəmsə, bəli, Rizvan. Deməli, şəhidimiz Nicat Məmmədlinin 2 fərqli şəklini hər dəfə bir paltarına vurur və hər dəfə də özünü 2 şəhid atası kimi təqdim edir. Biri var desin ki, elə mənim şəhidim var, bir şəhid. Bir də deyir ki, yox, oğlumun biri 44 günlük müharibədə, biri də Mincivan döyüşlərində, hansı ki, şəhid anası deyir ki, belə bir döyüş ümumiyyətlə olmayıb. Yəni,
kifayət qədər peşəkar bir şəxsdir bu sahədə anladığım qədərilə. Çünki vallahi heç biz yatsaq yuxumuza da girməz ki, hansısa şəhidin iki fərqli bir mülki geyimdə olan, bir də hərbi paltarda olan şəkilli yaxamıza vuraq, gedək kiminənsə dələduzluq vasitəsilə 501, 301, nə bilim nə qədər də bir alaq. Amma burada diqqətimi çəkən məqam nədən ibarət oldu? Şəhid anasının atdığı səslər içərisində belə bir səs də var idi ki, Naxçıvanda aidiyyatı qurumlara müraciət eləyirəm. Deyir, bir şəxs orada, adını da çəkdi, şəxsini sadəcə unutdum. Deyir, mənə deyir ki, sənə maddi ziyan vurmayıbsa niyə narahat olursunuz? Əgər belə yanaşacaqsa, təbii ki, şəhid atasının ümumiyyətlə statusundan xəbəri olmayan, sabah çox adam görəcəyik ki, sinəsində şəhidin şəklini vurur, düşür küçələrə, istəyir bu Bakıda olsun, istəyir bu Sumqayıtda olsun, istəyir Gəncədə olsun, istəyirsə də ki, Naxçıvanda olsun, nə fərq edər ki? Əgər görəcəklər ki, birinə qarşı addım atılmırsa, sənə maddi ziyan vurmursa, hər şey olsun da şəhidin şəklində qeyb adından istifadə edir, yanaşması eləyiriksə, həqiqətən də ayıbdır. Yəni, belə bir sözü ümumiyyətlə ağıza almağın özü çox qeyri-ciddidir. İndi hər kimsə bu kreslo sahibi olan birisidir. Siz necə şəhid anasına deyə bilərsiniz ki, sənə maddi ziyan vurmursa, hə, eybi yoxdur. Yəni, belə deyək də, o başını burax getsin. Olmaz belə bir şey. Heç kəsin ümumiyyətlə ixtiyarı yoxdur ki, özəl olana toxunsun, kiminsə özəlinə toxunsun, bizim hər birimiz üçün dəyərli olan nəyəsə toxunsun və bir də şəhidlərin adından. Yalancı qazilər var, görmüşük, yalandan ayaqlarını qattalayıblar, mən qaziyəm deyiblər, qazi geyimi geyiniblər, dilənirlər küçələrdə. Daxili İşlər Nazirliyi bununla bağlı bir tədbir də həyata keçirdi. Sonra qazi durdu ki, ayağı əslində hər iki ayağı yerindədir. Qazi deyil idi, yalancı qazi kimi özünü təqdim eləyirdi. Ondan sonra nə bilim, yalancı şəhid ataları, yalancı şəhid anaları. Hələ 5 ildir bu qədər fırıldaqçılıqla məşğulsuz. Onun üstünə bir 5 il də gələndə nə olacaq ki? Yəni, şəhidin adına toxunmayın da. Olmaz ki, şəhid adından istifadə eləməyəsiniz. Deyin ki, acından ölürəm, dilənçiyəm, nə bilim, kiməsə əl açın da. Amma ki, siz axı o qədər qürurlu deyilsiniz ki, bir şəhidin şəklini yaxanıza vurub mən şəhid atasıyam deyirsiniz. Və sizin həqiqətən oğullarınız varsa, biri səhv eləmirəmsə avtomobil qəzasında dünyasını dəyişib, Allah rəhmət eləsin. Amma siz bu ada layiq görülməmsinizsə, demək ki, gerçəkdən layiq olmamısınız. Amma siz bugün bizim cavan bir şəhidimizin şəklini necə yaxanıza vurub deyə bilərsiniz ki, mən şəhid atasıyam və bununla da insanlardan pul yığa bilərsiniz. Təsadüfən şəhidin dostuna bir nəfər deyir ki, bəs sənin dostun Nicatın atası məndən 500 manat pul alıb iş düzəltmək məqsədi ilə. Şəhidin dostu da deyir ki, yəni mümkün deyil də, şəhidin atası əksinə. Şəhid adına verilən puldan kiməsə yardım eləyir, ola bilməz. Və bundan sonra artıq məsələnin üstü açılır ki, xeyr, şəhidin atasının heç bu işdən xəbəri yoxdur. Təbii ki, özünə hörmət eləyən şəhid atası gedib oğlunun adından istifadə edib kimdənsə pul almaz ki, və yaxud da işə düzəltmək adı ilə dələduzluq etməz ki. Buradan işıqlandırdıq, Daxili İşlər Nazirliyi bilirəm ki, yəni yan keçməyəcək, dərhal reaksiya verirlər, dərhal lazımı addımları atırlar və elə bəri başdan polislərimizə təşəkkür eləyirəm. Aidiyyatı üzrə işlərini görəcəklər və layiq olan da elə layiqli cəzasını alacaq. 4 il ərzində 3 dəfə belə addım atıb, amma ki, niyəsə çox ciddi yanaşılmayıb Naxçıvanda bu məsələyə. İndi kökündə nə dayanır deyə bilmərəm, amma ki, ciddi yanaşmayıblar. Ümid eləyirəm ki, o deyirlər, atalar 3-dən deyib, artıq 3-cü dəfə də bu şəxs bu səhvi etdi. Demək ki, elə birinci dəfəsində artıq lazımı tədbirlər görülməli idi, amma dediyim kimi görülməyib. Eybi yoxdur, gec olsun, güc olsun deyək buna. Amma ki, gəlin şəhidlərimizin adından istifadə eləyənlər üçün belə rahat şərait yaratmayaq ki, get gəz orada. Əsas odur ki, şəhid ailəsinə maddi ziyan vurmamsan ki, artıq Naxçıvanda bununla bağlı işlərə başlanılıb. Ümid eləyirəm ki, nəticə barədə də elə biz sizə məlumat verəcəyik.